Bu mən həmişə deyirəm ki, yəni netlikdən mütləq belə olmalıdırdan zəhləm gedir. Yəni insan şuuru inkişaf elədikcə hər bir şeyin inşallah bir gün olar spidin dərmanını taparlar, Covid'in zakonlu dərmanını taparlar həqiqətən. Yəni konkret bir şey mütləq belə olmalıdır. Mən biraz razılıq qoymuram. Ancaq həyatda 3 şey var ki, mən onlarda %100 mütləq ki, net cavabımı deyirəm. Bunlardan birincisi oğurluqdur. Heç vaxt oğurluq eləmərəm, gedib dilənərəm. Gedib dilənərəm, oğurluq eləmərəm. İkincisi, haqsız adama əyilmərəm. Gedərəm yenə dilənərəm. Haqsız adama heç vaxt əyilmərəm. Laf ən radikal metod seçərəm, amma əyilmərəm. Üçüncü də heç vaxt lotereya oynamamışam. Ömrümdə lotereya oynamamışam. Qabaq lotereyanı riyaziyyatçılar hesablayırdı və ehtimala görə milyonda bir idi uduşu. İndi süni intellekt hesablayır. Ümumiyyətlə özün təsəvvür elə də, süni intellekt hesablayırsa, sənin orada uduş şansın nə qədər ola bilər. Özün özündə aludəçilik yaradın.